Avtomobil alanda hamı dizaynı və performansı danışır. Amma əsl məsələ uzun müddətdə nə qədər güvən verəcəyidir. Bizim təqdim etdiyimiz yürüş limiti olmadan 10 il rəsmi zəmanət proqramı isə məhz bu güvən üzərində qurulub. Bu da o deməkdir ki, avtomobilinizi nə qədər istifadə etməyinizdən asılı olmayaraq, ən vacib komponentlər 10 il boyunca rəsmi zəmanət altında qalır. Proqram çərçivəsində avtomobilin əsas sistemləri əhatə olunur. Mühərrik, sürətlər qutusu, elektrik mühərriyi və yüksək gərginlik batareyası. Yəni, avtomobilin ən kritik və dəyərli hissələri 10 il yürüş limiti olmadan rəsmi zəmanət altındadır. Burada isə bir məqamı da qeyd edək. Gündəlik istifadədə dəyişən hissələr, məsələn filtr, əyrək yastıqları və digər aşınan komponentlər bu proqram çərçivəsinə daxil deyil. Əsas şərtlər çox sadədir. Avtomobil vaxtında rəsmi servis mərkəzində texniki baxışdan keçməlidir və düzgün istifadə olunmalıdır. Bu proqram sadəcə zəmanət deyil. Avtomobilin uzun müddət problemsiz işləməsi üçün əlavə bir güvən mexanizmidir. Əgər avtomobili uzun müddət üçün düşünürsünüzsə, bu proqram sizin üçün ciddi üstünlükdür. Daha ətraflı məlumat üçün rəsmi salonumuza yaxınlaşa bilərsiniz.